ciddi bir tarixdir və tarixin önəmi nədədir? Və mən hər zaman belə deyək də, tarixin hansısa bir tarixi günün önəmini qeyd edəndə hər zaman onun bugünkü gündən bir bağlantısını hər zaman düşünürəm. Və mənə görə bugünkü gündən həmin o 1920-ci il 27 aprelin bağlantısı ondan ibarətdir ki, bugün də Azərbaycanda cümhuriyyətçilər var. Cümhuriyyətçilik ideyaları bugün də Azərbaycanda var və bu ideyaları daşıyan insanlar var və cümhuriyyətçilər təslim olmur bir fikri var, səsləndirilmiş və əslində 1920-ci ildə də eyni ilə həmin o cümhuriyyətçilər təslim olmaq istəmirdilər. Və ümumiyyətlə tarixdə hadisələr belə deyək də, elə olur ki, məsələn, hansısa bir dövlət başqa bir dövlətlə müharibə etmək məcburiyyətində qalır. Hansısa bir ordu başqa bir ordu ilə müharibə etmək məcburiyyətində qalır və tarixi şəxsiyyətlərin bununla bağlı çox fərqli fikirləri var. Məsələn, ən yadda qalan fikirlərdən birisi də ondan ibarətdir ki, əgər sən hansısa bir güclü bir ordu ilə, güclü bir dövlətlə üz-üzəsənsə və %100 əminsən, bilirsən ki, sən qalib gəlməyəcəksən, o döyüşə getmə, o döyüşü boş ver. Amma bizim şəhidlərimiz, yəni 1920-ci ildə burada həmin o 350 nəfər, hansı ki 70 min bir orduya qarşı çıxmışlar, onlar bilirdilər ki, onlar şəhid olacaqlar. Onlar bilirdilər ki, bu ordunun qarşısını ala bilməyəcəklər. Amma buna baxmayaraq onlar getdilər, şəhid oldular. İndi ibrət dərsi nədir? İbrət dərsi ondan ibarətdir ki, bir, cümhuriyyətçilər təslim olur. Nə olursa olsun, cümhuriyyətçilər təslim olur. 70 il ola bilsin ki, Sovetlər imperiyası olubdur, biz də onun tərkibində olmuşuq, amma bugün SSR yoxdur. Amma təəssüflər olsun ki, bugün məsələn burada bizim abidəmiz yoxdur. Təəssüflər olsun ki, Məmməd Əmin Rəsulzadənin və digər cümhuriyyətçilərin, ADR-in liderlərinin, hətta Azərbaycanda, yəni fərqli yerlərdə və ilk növbədə Bakıda abidələri yoxdur. Və bunun da səbəbi ondan ibarətdir ki, cümhuriyyətçilər hakimiyyətdədir, iqtidar başındadır. Və mən ümid edirəm və düşünürəm ki, hər halda tarixə biraz retrospektiv baxmaq lazımdır. Bir gün, 2 gün çərçivəsində baxmaq yanlışdır. Hətta 70 il lazım oldu ki, gərəkdir ki, SSR dağılsın. Azərbaycan bir daha müstəqil olsun. Ona görə mən düşünürəm ki, hələ cümhuriyyətçiliyin gələcəyi qabaqdadır və çox da mən fikirləşirəm ki, uzaq deyil bu perspektiv. Burada abidə də olacaq, Bakıda da abidə olacaq, Azərbaycan digər şəhərlərində, kəndlərində də abidələr olacaq. Amma əsas abidə insanların ürəyində keçirdədir, burada olan abidədir. Və biz bura gəlmişiksə, təbii ki, bizi bura gətirən bizim inanmımızdır, bizim ideyalarımızdır və cümhuriyyətçilik ideologiyasıdır. 28 mayda Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşı tamam olur. Son 100 ildə çox hadisələr oldu. Xalqımız işğalı, müharibələri gördü, əzildi. Ən əsası da xalq cümhuriyyətini və onu quran övladlarını unutmağa vadar edildi. Lakin xalqımız bir daha müstəqil dövlət qurdu, yüz minlərlə meydanları doldurdu, müstəqillik və respublika uğrunda mübarizə aparıb bir daha qalib gəldi. Xalq, Azərbaycan Xalq Cümhuriyyətini quran babalarımızdır. Xalq, bayrağımızı ilk qaldıran və bugün də onu enməyə imkan verməyən vətəndaşlarımızdır. Xalq, dünən və bugün səngərdə vətənimizi qoruyan cavanlardır. Xalq, şərqdə ilk teatr yaradan və bugün də sənətinə sadiq qalan insanlardır. Xalq, ilk kitabxana açan və bugün də kitab yazan ədiblərimizdir. Xalq, Azərbaycan Dövlət Universitetini quran və bugün də müəllim adına layiq olan pedaqoqlardır. Xalq, qadınlara səs yurdunu verən və bugün də bərabər hüquqlar uğrunda çarpışan insanlardır. Xalq, Cümhuriyyətin özüdür. Xalq
Benimsen, bizimsen, Gürcüksa, bedendesen. Mən necə deyim ki, topçular şu şəkil maçası, yaxud nə bilim Əhməd Cavadı, Xoyski, bu ölkəni quran insanların şəkillərini açan mən nə tərəf kaldırdı. Mənə deyirlər ki, sizlər güya məni dinləyirsiniz, mənə qulaq asırsınız. Mən də onlara başa salmağa çalışdım ki, siz mənə görə bura gəlməmişsiniz. Siz bura Cumhuriyyətə görə gəlmişsiniz. Mən sizə hətta desəm ki, Xosrov bəy Sultan şəklini aşağı indirin, bilirəm ki, indirməyəcəksiniz.